Salam əleykum. Aleyküm salam. Azərbaycan kanallarını, ümumiyyətlə Azərbaycan televiziyasını izləyirsinizmi? Arada izləyirəm. Çox vaxt izləmirəm. Bu arada izləmənizə, çox vaxt izləməmənizə səbəb nədir? Bilirsiniz necədir? Bu verilişləri çox bəyənmirəm. Çox bardaqxana qururlar orada açıq. Bəyənmirəm. Nə də başqalarına da tövsiyə etmirəm, baxsınlar. Xəbərlərə baxa bilərlər. Bir də səyyah verilişlərini sevirəm, onlara baxıram. Aha, xarici kanalları izləyirsiniz yəqin ki. Yox, öz proqramlarımızda da baxıram səyyah verilişlərinə. Adım bilmirəm, amma baxıram arada. Xarici verilişlərə də baxıram arada. Səviyyəli verilişlər olur. Bizimkilərdən İraq. Ən çox Space kanalı, belə Lider, ASTV, belə bu kanalları izləyirəm. Hansı tipli verilişlər daha sizə uyğundur, yəni? Yəni ki, belə baxır da verilişə, hər tipli verilişə baxıram. Baxır da Luboy verilişə belə baxıram. Ümumiyyətlə təklifiniz varmısa verilişlər ümumiyyətlə verilməsin, yəni bizə uyğun deyil o verilişlər? Heç bir təklifim yoxdur. Yəqin ki, hansı verilişi məsləhət görürlərsə, onu verirlər. Mənim heç bir təklifim yoxdur. Çox sağ olun. Sağ olun. ASTV-yə çox marağım var, çünki köhnə TV-dir orada. Oranı aparan, o verilişi aparanlar da əslinə qalsa biraz samballı verilişlər aparırlar. Onların məsələn intellekt səviyyə biraz yuxarıdır. Amma başqa kanallar var, məsələn ANS kanaldır, obrisi, məsələn ATV-dir, Xəzərdir. Xəzər verilişləri yaxşı olur, məsələn baxıram. Qaldı belə narazı olduqlarım da var, hansı ki mən bəlkə də yaşım, başım ola bilər də, nəsə tərbiyəm, başqa cürə. Şit şeylər çox verirlər. Məsələn, səviyyə ümumi götürüləndə gərək insanların hamısı nəzərə alınır. Hamısı nəzərə alınmalıdır. O deməkdir ki, kimsə məsələn, heç 10-cu sinif qutarmayıb, elə bir şey yoxdur, qabiliyyət məsələn də, elmi məsələn, bilikləri yoxdur. Belə şeylər var ki, məsələn, iyrənc olanda mən çevirirəm kanalı. Azərbaycanda ki, aynəsi baxıram. Nəyə görə məhz aynəs? O günə baxana baxıram hər dəfə səhər. Ümumiyyətlə, yəni narazı olduğunuz kanallar varmı? Məsəl üçün nə təklif eləyərsiniz ki, kanallarda nə olsun, necə verilişlər olsun? Belə yaxşıdır, bütün kanallar yaxşıdır, həm də proqramlar da xoşuma gəlir. Amma çox belə aynəsə baxıram da, bütün kanalların içində. Aha, çox sağ olun. Siz də sağ olun. Xeyr. Səbəb? Maraqlı bir şey tapmadığım üçün. Bəs əcnəbi verilişləri, əcnəbi kanalları? Ümumiyyətlə televizoru çox izləmirəm. Siz televiziyadan məhrumsunuz. Elə bir şey. Adətən xeyr, izləmirəm. Səbəb? Məncə Azərbaycan televiziyalarında normal veriliş yoxdur. Yəni normal aparıcı yoxdur, veriliş yoxdur. Yəni normal nəyə deyirsiniz ki, məsələn, necə verilişlər istəyirsiniz, necə aparıcılar istəyirsiniz ki, hal-hazırdakı hesab edirsiniz, onları yoxdur? Məncə belə deyək də, televiziyanın zamanını ən çox show biznes verilişlərinə ayırırlar. İntellektual verilişlər demək olar ki, yox dərəcəsindədir. Bəli, baxıram, amma bu yaxınlarda baxmamışam da. Niyə? Vəsiqədən tez gəlmişəm ona görə. Pastayanı baxmıram da. Belə əcnəbi kanallara yəqin ki, baxırsınız. Türkiyə kanallarından çox. Hansı kanallar? Türkiyə kanallarından. Stardır, Kanal D'dir bunlara. Ümumiyyətlə, nə kimi verilişlər sizə daha çox maraqlı gəlir? Verilişlərə belə çox baxmıram verilişlərə, kinolara görə baxıram da. Kinolara görə izləyir? Bəli, bəli. Belə kinolar izləmək üçün belə internetdən də baxmaq olar, yəni vacibdirmi? İnternetdən çox istifadə eləmirəm da, xoşuma gəlmir internet. Yox. Yox? İzləmirəm də, xaricilərə üstünlük verirəm.